Merhaba MKT TV izleyicileri, aziz ve büyük Türk milletim. Merhaba Mustafa Bey. Birleşmiş Milletler Təşkilatının ve Amerika'nın verdiği Suriye sınırları içerisinde yaşayan halkların siyasında Nusraniler var, Suriyeliler var, Ərəblər var, Kürtlər var, Dürzülər var, ancaq Türkmen milletinin ismi yok. Bu ne demekti? Suriye'de 5,5 milyon Türkmen kardeşlerimiz var. Oğuz Türkler var. Ben buradan Türk Devletler Təşkilatının Aksakallar Şurası Binali Yıldırım'a səsləndim. Niye səsiniz çıxmır? Türk Devletler Təşkilatının baş katibine Ömür Əliyevə səsləndim. Niye bir səs eləmişsiniz? Nəyə oturursunuz siz o vəzifədə? Bir Türk'ün hakkını koruyabilmişsiniz, ya sesini duydurabilmişsiniz. Yarın orada Suriye'de bir Türkmenlere karşı katliam yapılanda kim buna cevap verecekti? Birleşmiş Milletler Təşkilatı diyecek ki siyahıda yok öyle bir millet orada. Bunu kasten edikler. Bizim Türkmen kardeşlerimiz orada iki oda arasında kalır. Defalarla dedik, defalarla yazdık. Ərəbə, ona, buna dəstək eləyib dövlət yaratmaqdansa, öz qanı bir, canı bir, dili bir Türk kardeşlerimize Kərkük mərkəzli Türkmen eli, İraqdakı Kərkük mərkəzli Suriye ilə bir yerdə Türkmen eli mərkəzi Kərkük olarak dövlət yaratmaq lazım. Türkmen eli. Biz artıq geyişirik. Niye səs eləmişsiniz? Türk dövlətlərinin birindən də səs çıxmır. Orada olan Türkmenlərimizə qarşı, Türkmen kardeşlerimize qarşı. Və kimdənsə də kömək əsas gözləməyin. Türk'e yanan Türk olar. Ona göre buradan deyirəm Binali Yıldırım'a. Görevinizi iyi yapın. Bazar mısınız? Görevinizden çıxın. Cəsur və zəkalı insanlar Türk dövlətlərinə axsaqqallıq edər və bu işləri də görərlər. Yaşla, başla deyil axsaqqallıq. Zəka ilə, ağıyla, oturuşla, duruşuyla, əməllərlə olur axsaqqallıq. Hələ bugünkü kimi bir səs çıxartmayırsınız. Kərkükdə, Musul'da Türkmen kardeşlerimiz qalıb orada. Suriye'de 5,5 milyon Türkmenler qalıb orada. Bunların haqlarını nə vaxt deyəsiniz, nə vaxt səsinizi çıxardasınız? Bu işler belə getməz. Biz Anka quşu kimi öz külündən yeniden doğan bir millətik. Vətən nə Türkiyədir, Türkiyə nə Türkistan, vətən böyük mühabbət Turan. Nə mutlu Türküm deyənə.